Salam uşaqlar, hər vaxtınız xeyir. Bizim bugünkü mövzumuz informatika 2-ci sinifdən dərs 3 qruplaşdırma mövzusu olacaq uşaqlar. Otaq nə üçün səliqəsizdir? Çünki otaqda nə edib uşaqlar? Və ata və 2 uşaq, 1 uşaq və bir də kuklası var. Yəni uşaqlar burada əşyaları sırayla ardınca eyni ölçüdə bir qruplaşdırmaq üçün dağıdıblar ki, otağı səliqəyə salsınlar. Yerdə olan əşyalar hansı rəflərdən götürülüb? Deməli, əlbəttə ki, məsələn, bir neçə əşya var da uşaqlar burada, məsələn. Məsəl üçün, burada olan kitablar bu hissədən götürülüb, bu rəfdən götürülüb. Topdur, oyuncaqdır, kuklalardır isə bu rəfdən götürülmüşdür. Obyektləri oxşar əlamətlərə görə qruplaşdırmaq olar. Adətən o qrupun adı obyektin ümumi əlamətinin adı ilə bağlı olur. Gəlin baxaq görək. Formasına görə kitab və dəftəri bir qrupa daxil etmək olar. Çünki düzbucaqlı obyektlər qrupu olar. Rənginə görə almanı və karandaşı eyni qruplaşdırmaq olar. Qırmızı əşyalar obyektlər qrupuna və s. belə. Buna görə də əşyaları bir-birinə uyğun şəkildə qruplaşdırmaq olar. Formalarına görə, rənglərinə görə, adlarına görə, bənzərliklərinə görə və s. və s. Məsəl üçün, meyvələr qrupu adında alma, armud, bananı bir qruplaşdıra bilərsən. Kuklalar qrupunda məsələn, ayını, məsələn, orada qız kuklası var, onu, dovşanı və s. bir qruplaşdıra bilərsən və s. və s. Belə, gəlin görə indi tapşırıqlarda bizdən nə soruşur, biz onları yerinə yetirək. Verilmiş hərfləri sait və samitlərə ayırın. Saitlər qrupunda daha hansı hərflər olmalıdır? Gəlin baxaq görək. Saitləri və samitləri ayırın. Birinci saitlər qrupu. Saitlər qrupunu 1 yazıram. Samitlər qrupunu 2 yazıram. Saitlərə aiddir A, E, O. Samitlərə aiddir S, M, T, K. Bizdən soruşur ki, saitlər qrupunda daha hansı hərflər olmalıdır? I, Ə, Ü, Ö, U. 6 səs, sait hərf daha yazılmalıdır. Sual 2-yə baxırıq. Hər qrupu adlandırın. Gəlin qruplaşdıraq. Birincidə nə görürük? Tar, gitara və s. davul və s. şeylər görürük. Bunu aid edirik nəyə? Musiqi alətləri qrupu. Musiqi alətləri qrupu. İkincidə görürük birinci basketbol, tenis topu, futbol topu, beyzbol topu və Amerikan futbolu topu var. Mən də bunu neyinirəm? Adlandıra bilərəm. Toplar qrupu da adlandıra bilərəm. Və yaxud adlandıra bilərəm. Topla oynanılan oyunlar qrupu da adlandıra bilərəm və s. və s. Belə. Üçüncü. Obyektlərdən müxtəlif qruplar düzəldin və adlandırın. Gəlin baxaq. Bir çoxunu düzəltmək olar. Məsələn, düzəldirəm nə? Düzəldirəm bununla, məsələn. Burada piyada keçidindən bu şərfi. Edirəm zolaqlı əşyalar qrupu. Birincidə piyada keçidi ağ zolaqlar, bu da sarı-qara zolaqlı şərf. Sol zolaqlı əşyalar qrupu, məsələn. Sonra bunu belə elədikmi? Sonra bu dəfə sarı rəngə boyayaq. Parabüzən, yəni uğur böcəyindən bu pələnki, şiri birləşdiririk. Nə qoyuruq adını? Adını qoyuruq heyvanlar qrupu və yaxud canlılar qrupu. Sonra mavi rəngi alacağım şey isə gəlin baxaq. Kastrulya, yəni qazan və top. Hər ikisi nədir? Yumru formadadır. Yəni yumru əşyalar qrupu adlandıra bilərəm və yaxud dairəvi əşyalar qrupu da və s. belə.
Nəysə uşaqlar, dördüncü və sonuncu sual. Hər obyekti bir qutuya yerləşdirin. Gəlin yerləşdirək. Birincidə deyir dairəvi. Dairəvi olsun. Dairəvi olan sizcə hansıdır? Dairəvi olan saatdır. Saatdır. Dairəvi olan saatdır. Ay, yenə şey oldu. Bir dəqiqə uşaqlar. Dairəvi olan saatdır. Bu dəfə yaşıl eləyirəm. Qırmızı. Qırmızı olan almadır. Məlum məsələdir ki, sonuncu nə gələcək? Turş. Bu da olacaq nə? Limon. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.